sağ olun ki daim bizim şəhid analarını, şəhid ailələrini unutmursunuz. Daim onlara dəstəksiniz və xalqımızda hər zaman bir oğul olaraq seçilirsiniz. Bu cür addımlarla seçilirsiniz. Sevinç xanım, hoş gəlmişsiniz. Bayramınız mübarək olsun. Buyurun, söz sizdədir. Mən də ilk öncə bütün qonaqlarımıza xoş gəldin deyirəm və o cümlədən Bakıdan gələn qonaqlarımızı da salamlayıram. Hər birinin bugün Mart ayı ümumiyyətcə bayramlar günüdür. Bugün həm Ramazan bayramı, Novruz bayramı, həm də cüməmiz mübarək olsun hər birimizin. Anar müəllimə buradan mən İctimai Nəzarət Təşkilatının sədri olaraq kollektivimiz adından, öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, hər zaman xeyri addımlara atmış, hər zaman şəhid ailələrini diqqət mərkəzində saxlamışdır. Biz özümüz də təşkilat olaraq bir neçə dəfə Anar müəllimlə əlaqəli işlər görmüşük. Həmişə də yüksək səviyyədə xalqı öz diqqətini nəzərdə saxlayır. Bir daha Ağcabəndlərə və gələn qonaqlarımızın hamısına xoş gəldin deyirəm. Və bir dəqiqə çox xahiş edirəm. Bütün şəhid analarım bura dəvət edirəm, xahiş edirəm gəlsinlər. Amma bir gürültülü alqışla şəhid analarımızı alqışlayaq. Hər biri gəlsin burada. Onların belə deyim, xeyir duası bizim üçün çox vacibdir, əzizdir. Bu qədər zəhməti çəkən, bugün bizi bura cəm eləyən, bəli, xeyirxah insan Anar müəllimdir. Təbii ki, onun əziyyətini unuda bilmərik. Onun xanımını da səhnəyə dəvət eləyirəm, övladlarını dəvət eləyirəm. Gəlin bir gözəl xatirə şəkli çəkdirək. Çünki bütün zəhməti, bütün qarşılamanı elə biz Anar müəllimə borcluyuruq. Deyir ki, elə biz də həyatımızı, azad günlərimizi həmin bu şəhid analarına borcluyuq. Hər birimizi xoş gördük. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin hesabınadır. Hər gün bu gözəlliyi o bizim oğlanlarımızdır. Bu gözəlliyi. Ona görə də əlbəttə Allah Anar müəllimin canını sağ eləsin. Mən hər kəsin düzü həcanlandığı bir iki gündə Ramazan gününüzü təbrik edirəm. Oruçluq günüdür. Bayramınız mübarək olsun. Allah Anar müəllimin də canını sağ eləsin. Anaların hər birisinin adından Anar müəllimə təşəkkür edirəm. Ona görə ki, bugünkü gündə, əziz gündə, ən gözəl gündür bugün. Amma düzdür, biz anaların ürəyində, şah damarımızda o yara var. Ölənə qədər biz o yara ilə gedəcəyik balalarımızın yanına. Ona görə ki, bala itirmişik, qəhrəman oğlanlar itirmişik. Amma yenə də biz gəldik, Anar müəllimin sözü sındırmadıq. Analar, atalar, şəhid yoldaşları bu günləri yığışdıq bura. Çox sağ olun, Allah qəbul eləsin, Xudavənd aləm, balalarının canı sağ eləsin. O Allah min əvəzin versin, verəcək. Sənin kimi, amma xahişim budur ki, sənin kimi oğlanlar Azərbaycanda çoxdur, amma yad çox eləsin. Ona görə ki, bizim hamımız yaralıyıq. Şəhid anaların bir dəqiqədə olsa qəlblərin açırsınız. Çox sağ olun. Allah köməyiniz olsun. Çox sağ olun. Təbiətlə oyanmağa qəlblərin ruhlarının birikişi və mən bütün Azərbaycan həm millətimizə, bütün Azərbaycanımıza xoş günlər arzu edirəm. Şəhid analarımızın əllərindən öpürəm. Allah onları bizə daima uca qərar versin. Biz onların övladlarının sayəsində bu günlərin bayramları qeyd edirik. Allah can sağlığı versin. Biz də sizin övladlarımız daim xidmətimizdə, qulluğumuzdayıq. Və Vahid Şadlıq Sarayının milliyyətinə təşəkkür edirik ki, bu cür gözəl tədbir təşkil edib Novruz bayramında. Bugünlər iki bayram bir gündədir. Həm Ramazan bayramı, həm Novruz bayramı. Oruç tutan bazı qardaşlarımızı da təbrik edirəm. Və hamımızı rəqsə dəvət edirəm. Gəlirsiniz bir yerdə rəqs eləyəcəyik. Heç yerə tələsməyin. Bugünlər, bu gecə çox möhtəşəm getdi. Bəli, bütün qonaqları meydana dəvət edirik. Akşin Baydev, xoş gəlmişsiniz bizim